Bakıda həmyaşıdına qətlə yetirən Elcan Süleymanovun cinayət üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Leyla Əskərova Məmmədovanın sədrliyi keçirilən prosesdə ona hökm oxunub. 21 iyun 2025-ci il tarixli hökmə əsasən Elcan Süleymanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə və 221.3, yəni silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xuliqanlıq hərəkətləri törətmək maddələrlə ittiham sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.